Hörmətli izləyicilər, bir müddət öncə Eurohome tikinti materiallarının satış mərkəzi haqqında Göyçay rayonunun Bığır kənd sakini Çingiz İsmailovun şikayəti bizim kanalımızda efirə getmişdi. Yenə də həmən şikayət davam edir. Yəni şikayətçi bu məsələdən əl çəkmək istəmir. Şikayətçiyə həmən obyektə küllü miqdarda ziyan vurulub. Deməli ona iddia edir ki, saxta mallar satılıb və əlavə şikayətçi bu haqqını tələb etmək istiqamətində müəyyən araşdırmalar apararkən Eurohome'da böyük bir maxinasiyanın üstün açıb. Deməli, həmən obyektdə şikayətçi iddia edir ki, kassa aparatları yoxdur, pul kartdan karta köçürməklə həyata keçirilir, orada işləyən işçilərin heç birinin demək, əmək müqaviləsi yoxdur və ümumiyyətlə həmən orada vergidən yayınma halları başalıb gedir. Buna görə də dəfələrlə şikayətçi Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli cənablarının qəbuluna yazılıb, ancaq onu qəbul etməkdən imtina ediblər. Ona cavab verilib ki, yalnız sizin müavinlərdən biri qəbul edəcək. Orxan Nəzərli qəbul etmir və şikayətçi bundan imtina edibdir. Və imtinasında da göstərir ki, mən müavinlə görüşməkdən imtina etmişəm və mən istəmişəm ki, mən yalnız Orxan Nəzərli ilə görüşüb faktları birbaşa onun özünə vermək istəyirəm. Eyni zamanda cənab prezidentə müraciət edib, teleqramlar vurub, məktub göndərib, orada qeyd edib ki, məni Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli ilə birlikdə qəbul edəsiniz. Bu istiqamətdə bizim araşdırmalarımız davam edir və burada böyük problemlərin olduğu göz önündədir. Şikayətçi də şikayətindən geri çəkilmək istəmir. Elə bu istiqamətdə cənab prezidentin də gözəl tövsiyələri var. Problem nədir? Həll yolu nədir? Sahibkar desin. Dövlət nümayəndəsi də ona desin ki, harada o pozuntulara yol verir. Dostcasına desin, get bunu düzəlt. Son dəfə sənə deyirəm. Düzəltməsən, onlar özündən kör. Bu bicliklər, manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr, kənarda qalsın, bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi. Bütün bunları dövlət orqanları bilir və bilirdi. Sadəcə olaraq bəziləri göz yumurdular, sövdələşirdilər. Bu dövr bitdi. Mən sizə bunu deyirəm. Qutardı. Ona görə mən dediyim kimi işləməlisiniz. Vəssalam. Bəli, gördüyünüz kimi burada dövlətimizin başçısı cənab İlham Əliyev vurğulayır ki, kassadan kənar yayınmalar, eləcə də digər qanunsuzluqlar, bağlamanın içində, yükün içində olan məhsulun başqa olub, digərinin belə deyək, reklam olunması, vətəndaşlara ümumi satışa, ictimaiyyətə sırınması yol verilməzdir. İnsafən belə deyək də, qanunlara söykənərək bunu deyə bilərik ki, dövlətimizin başçısı bütün sferalarda, bütün istiqamətlərdə vətəndaşların hüquqlarının qorunması dövlət məmurlarının borcudur deyə illərdir ki, çağırış edir. Buna əməl etməyənləri dəfələrlə cəzalandırıb. Cənab Prezident bütün çıxışlarında qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və vətəndaş məmnunluğunu təmin etmək hər bir vəzifəli şəxsin borcudur və biz sizləri ona görə o vəzifəyə təyin etmişik ki, ölkədə narazılıq olmasın, insanların narazı salan səbəblər aradan qaldırılsın, vətəndaşların problemlərini dinləmək üçün lazımdırsa, məmurlar onlarla görüşə getməlidir, onların müraciətlərini qulaq ardıda vurmamalıdır, qəbul istəyən vətəndaşı qəbul edib onu dinləmək lazımdır. Çünki həmin vətəndaşların belə deyək, ödədiyi vergi hesabına dövlət büdcəmiz formalaşır. Həmin vətəndaşlar bizə seçkilərdə etimad göstərir və bizdən yaxşı yaşamaq üçün ümidlər göstərir. Onların ümidlərini doğrultmaq lazımdır. Ancaq biz bunun əksini görürük. Nəyə görə? Bax, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli vətəndaşı qəbul etmək istəmir və bu nə deməkdir? Əgər kimsə, bax, mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək istəyəcəksə, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur.
heç bir toxunulmaz məmur da yoxdur. Hərə öz əməlinə görə həm qiyməti alacaq, mükafatını alacaq və cəzasını alacaq. Bunu bilməlisiniz. Bəli, cənab prezident doğru da buyurur və belə də olacaq. Hər bir məmur etdiyi əməlin mükafatını da alacaq, cəzasını da alacaq. Ümumiyyətlə toxunulmaz məmur yoxdur, toxunulmaz sahibkar yoxdur. Vətəndaş da iddia edir ki, həmən bu Eurohome tikinti materiallarının satış mərkəzinin rəhbəri Azay Möhnətov qanunsuzluqlara yol verir, vergidən yayınmağa şərait yaradır və əgər bugün həmən istiqamətdə vətəndaş iddia edir ki, onu Dövlət Vergi Xidmətinin rəisi qəbul etmirsə, Orxan Nəzərli onu qəbul etmirsə, deməli Azay Möhlətovla bu işdə əlbirdirlər və belə deyir ki, şikayətçi Çingiz İsmailov qeyd edir ki, bəli, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin qara kassası funksiyasını Azay Möhnətov həyata keçirir deyə bildirir. Biz inanırıq ki, bu istiqamətdə tədbirlər görüləcək, vətəndaş qəbul olunub, onun şikayətləri dinləniləcək və ona dəymiş ziyan ödəniləcək. Yayımı bəyənin, paylaşın, araşdırmalarımız davam edir, ardı var.